İşçilərə sınaq müddəti üçün az maaş verənlərin nəzərinə bu xəbər məhz sizlər üçündür. Ekranlara yaxın əyləşin gündəm xəbərin efirində 22 yanvar tarixdə və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, sınaq müddətinin müəyyənləşməsi qanunvericilikdə konkret hallarda və müddətlərlə tənzimlənir. Gündəm xəbər Milli Aza istinadən məlumat verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri mövzusunda mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə bu hallarda əmək müqaviləsinin müddətindən və ya müddətsiz olmasından asılı olaraq dəyişmir. Həmin hallar elektron müstəvidə tam olaraq avtomatik şəkildə yoxlanılır. Sınaq müddəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə ödəniş verilməsi ümumiyyətlə mümkün deyil. Hazırda sistem buna icazə vermir deyə məhz xidmətin rəisi Vəli Quliyev jurnalistlərlə suallarını cavablandırarkən açıqlamasında bunu səsləndirib.